Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala seyyidina Muhammedin ve ala alihi ve ashabihi ecmaîn. قال الله تعالى في القرآن شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان صدق الله العظيم. Selamun aleyküm ve rahmetullah. Möhtərəm cəmaat, möhtərəm din qardaş və bacılarımız. Ramazan ayının artıq 15-ci gecəsini idrak etməkdəyik. Allah-u Teala Ramazan ayının feyzi və bərəkəti ilə bizləri tamamilə bürümüşdür. Elhamdülillah. Bugünkü mövzumuz Ramazanda Qur'anla, Allah-u Teala'nın kəlamı kitabı ilə həşr nəşr olmaqdır. Adəm əleyhissalamdan etibarən ta axır peyğəmbərinə qədər salavatullah və selamuhu aleyhim ecmaîn həzəratına Cenab-ı Allah göndərmiş olduğu həm sühuflər, həm də kitablar çox qəribədir ki, Ramazan ayında müxtəlif günlərində nazil olubdur. İstir Adəm əleyhissalama, oğlu İsə, İdris əleyhissalama, İbrahim peyğəmbərə gələn səhifələr, istir Musa əleyhissalama Tevrat, İsa əleyhissalama İncil, Davud əleyhissalama Zabur və Həzrət Muhammed Mustafa əleyhissalama Qur'an-ı Kərim Ramazan ayının müxtəlif günlərində nazil olubdur. Bu onu göstərir ki, Allah-u Teala Ramazan ayında qulları ilə danışmaq istəyir. Bir mesaj ötürür bizlərə. Allah-u Teala insanları özdə muxatab seçir, xüsusən Ramazan ayında. O səbəbdən də peyğəmbərlərə, əleyhissalamlara Allah-u Teala bu Ramazan ayının içərisində bu suhufləri və kitabları nazil edibdir. Necə ki, Allah-u Teala Qur'an-ı Kərimdə buyurur, Şəhr-ü Ramazanəl-ləzi unzilə fihil Qur'an. Allah-u Teala Qur'an-ı Kərimi Şəhr Ramazanda, Ramazan ayında nazil edibdir. Və Qədir surəsində də Əstəğizu billah, Bismillah, İnna ənzəlnəhu fi leylətil qadr. Hak Teala Həzrətləri buyurur ki, bunda şübhə yoxdur ki, biz onu, yəni Qur'an-ı Kərimi Qədir gecəsində nazil etdik. Xüsusən də məlumdur ki, Qədir gecəsi Ramazan ayının gecələrinə təvafüq etdiyindən Hak Teala Həzrətləri burada da bizə Qur'anla, Allahın sözü ilə qulların arasında xüsusi bir bağ, xüsusi bir münasibət, bir danışmaq istəyi vardır. O səbəbdən də kitablarımızda bu barədə bizə məlumat verilir ki, Cəbrail əleyhissalam Ramazan ayında Peyğəmbərimiz əleyhissalamı nazil olardı və onlar qarşılıqlı olaraq Qur'an-ı Kərim oxuyub və bir-birlərindən dinləyərdilər. Peyğəmbərimiz əleyhissalam oxuyardı, Cəbrail əleyhissalam qulaq asardı, Cəbrail əleyhissalam oxuyardı və Peyğəmbərimiz əleyhissalam qulaq asardı və Qur'anı xətm edərdilər. Qur'anı ki xətm edərdilər, bu Peyğəmbərimiz əleyhissalamdan günümüzə qədər bir İslam ənənəsinə çevrilib ki, Qur'an oxuyanlar, oxuya bilənlər Ramazan ayında Qur'an-ı Kərimi xətm etməyə çalışırlar. Qur'an oxuya bilməyənlər isə Qur'an oxuyanları dinləməyə cəhd göstərirlər və yaxud da ki, Qur'an xətmi oxutturaraq oxuya bilənlərə onun savabından həm özləri üçün, həm də dünyadan axirətə köçənləri üçün faydalanmağa çalışırlar. Çox gözəldir ki, İslam coğrafiyasında bəzi məscidlərdə Ramazan ayında təravih namazlarında Qur'an-ı Kərimi hər gün bir cüzünü Fatihə surəsindən sonra
oxumaqla Zəmm-i surənin yerində 30 günün içərisində 30 cüz Qur'anı xətm edirlər. Həm namaz qılınır, həm də həm də namazın içində Qur'an xətm olur. Bu da buna səbri və təhəmmülü çatan müsəlmanlar, möminlər üçün böyük bir dənə nemətdir. Bunda müvəffəq olan qardaşlarımızı bizə ancaq təbrik etmək düşür. Allah-u Teala qəbul etsin. Bəli, Allah Azze ve Celle Həzrətləri Qur'an-ı Kərim vasitəsilə bizlərlə danışır və Peyğəmbərimiz Əleyhisselam da buyurur ki, xayrukum mən təalləməl Qur'anı və alləmə. Sizin ən xeyirliniz Qur'an-ı Kərimi oxuyandır, Qur'anı öyrənəndir və Qur'an-ı Kərimi öyrədəndir. Peyğəmbərə nazil olan Qur'anı, düşünün, Allah-u Teala'nın vəhyi, Cəbrail Aleyhisselamın o Qur'an-ı Kərimin nur halında Peyğəmbərimiz Əleyhisselatü Vesselamın qəlbinə nazil etməsi və onu ərəb dilində tələffüzü üçün Peyğəmbərimizə öyrətməsi, vəhy etməsi və ləfsən və mənən Qur'an-ı Kərimin Peyğəmbərimizin dodaqlarına, fəm-i şəriflərindən sahabe-i güzinət və ta qiyamətə qədər bütün müsəlmanlara dəvət və təbliği və Peyğəmbərimiz Əleyhisselamdan sonra da başlayaraq sahabələrin, Rizvanullah Teala aleyhim əcməin, tabeinlərin və tabeinlərin və 124 milyard evliyaların, 124 trilyard bütün salihlərin, müminlərin, inananların nəfəslərindən, ağızlarından Qur'an-ı Kərimin oxunaraq bir hərfinin belə dəyişilmədən günümüzə qədər gəlib çatması, bu Allah-u Teala'nın bir bərəkəti, Ramazan ayının da yenə bir bərəkətidir. Rəvayət olunur ki, Kəbul Əxbar radiyallahu anh deyir ki, qiyamət gündə bir münadi necə ki, məscidlərdə azan verilir, necə ki, məsəl üçün, çağırışçılar nida edib, müəyyən elanları təbliğ edirlər. Qiyamət günü bir münadi buyurur ki, hər əməl edənə əməlinin qarşılığı artırılması ilə veriləcəkdir. 1-ə 10. Biraz çox da ola bilər, yəni ondan aşağı olmaz. Hər bir savabın bir günah işləyənə bir günah yazılar. Amma bir savab işləyənə Allah-u Teala ən azı 10 savab yazar. Bu 700 və s. qədər çoxalmış olur. Ancaq Qur'an və oruc əhli olanlara əcir əvəzləri deməkdir. Qur'an və oruc tutanlara, bunların əhli olanlara, onların əcirləri hesabsız olaraq veriləcəyi İmam-ı Suyuti'nin və s. alimlərin kitablarında qeyd edilmişdir. Yəni artıq bunun hesabı nə 10-la, nə 100-lə, nə 1000-lə hesablanmır. Qur'an əhli və oruc əhli Allah-u Teala'ya məlum olacaq bir rəqəmdə mükafatlandırılacaqdır. İbn Həcər rəhmətullah aleyh Həzrətlərin nəqlinə görə çox İbn Həcər möhtərəm İslam alimlərindən biridir və o buyurur ki, İmam Malik rəhmətullah aleyh Ramazan-ı Şərif girdiyində hədis rəvayətini və dərs keçmək müəllimlik peşəsini təxir eləyərdi. Söhbətləri, vəzlərini təxir eləyərdi. Qur'an-ı Kərimi müshəfə baxaraq oxumağa təşəbbüs edərdi. İmam Malik kiçikliyindən, 2 yaşlarından İslamın ilk devirlərindən Peyğəmbərimizi görmədiyi sahabə deyildir. Amma tabeinləri, yəni Peyğəmbəri yox, Peyğəmbəri görən sahabələri görüb və onlardan elm-i İslamı təlim eləyibdir, öyrənibdir və
İlk dəfə olaraq böyük xidmətlərini birisi də budur ki, Peyğəmbərimiz Əleyhisselatü Vesselamın şəriət-i qərrasını kitablaşdırmağa, onun hədislərini toplamağa təşəbbüs edən bir böyük İslam güzide alimlərindən biridir. Çox əxlaqlı, çox mütədəyyin, Peyğəmbərimiz Əleyhisselama qarşı çox düşkün, yeri gəlmişkən bir şeyi də qeyd etmək istəyirəm ki, məsələn, günümüzdə çox təəssüf ki, din məsələsi əyləncə halına gəlibdir. Çayçıda, yollarda, maşında gedəndə, ayaq üstə, harda olsa tinin başında din müzakirə olunur. İmam Malikə bir günləri məscidə gedərkən bir şəxs bir hədis barəsində sual edir. İmam Malik ona cavab vermir və məscidə girir, məscid haqqı namazını qılır və namaz bitirdikdən sonra yanındakilara deyir ki, o mənə sual verən yoldaş, müsəlman haradadırsa onu mənə gətirin. O adam gəlir və deyir ki, sənin sualın cavabı budur, amma sən Peyğəmbər Əleyhisselatü Vesselamın hədisi barəsində danışırsan, yolda gedərkən sadə bir şeydən danışırmışçasına ayaqüstü soruşulacaq mövzular deyildir. Sən Peyğəmbərin sözündən danışırsan. O səbəbdən də dinlə məşğul olan, dini öyrənmək istəyən şəxs birinci, Peyğəmbərin bu hədisinə diqqət yetirilməli. Təəddəbu, thumma təalləmu. Ədəblənin, ədəbli olmağa birinci öyrənin, sonra ondan sonra elm öyrənməyə təşəbbüs. Ədəbsiz adama, mənim ustadım Mövlana Şeyx Siracəddin Əfəndi, Allah sirrin təqdis etsin, himmət üzrə daim olsun, buyurardı ki, mən bir para şeylərdən ustazla məsləhət eləyəndə, o deyərdi ki, ədəbsiz adama elm öyrətmək, uşağın əlinə silah vermək kimi bir şeydir. Ya o özünü vuracaq, özünə ziyan getirəcək, ya da başqasına. O səbəbdən də İmam Malik rəhmətullah aleyh həzrətləri din mövzusunda çox həssas olan bir zatdır və barəsində saatlarla danışmaq olar, amma o alimliyinə rağmen ki, dərs keçibdir, vəz edibdir, hədis toplayıbdır, minlərlə insanları öyrədibdir. Amma Ramazan ayı gəldikdə bu dərs mövzusunu, bu hədis nəql etmək mövzusunu bir kənara qoyubdur. Ramazan ayında Allah-u Teala Quran vasitəsilə insanlarla müamilə, danışmaq, ünsiyyət qurmağı sanki qəlbində hiss edir və bütün vaxtını Quran-ı Kərimi oxumağa sərf edərdi. İmam Malikin yeri gəlmişkən bir sözü də xatırladım, onu da deyim. O deyir ki, elm hansısa sözləri nəql etmək deyildir. Məsələn, mən sizə nəql edirəm. İmam Malikin sözlərini, hədisləri, ayətləri. Amma o nə deyir? Bu bir nəql deyildir. Elm bir nurdur. Allah kimin qəlbinə istəsə, onun qəlbinə qoyur. Yəni, bir insanın qəlbində əgər öyrənmiş olduğu elm ziya yaratmırsa, necə ki bizdə ziya deyirlər, ziyalı insan deyirlər. Türklər aydın insan deyirlər. Əgər onun öyrənmiş olduğu elm onu aydın etmirsə, qəlbini, düşüncələrini nurlandırmırsa, demək ki, onun öyrənmiş olduğu elmlərinə, özünə və başqalarına fayda yoxdur. Demək ki, İmam Malik bu qədər Quran, hədis, hüquq və təsəvvüf elmini bilməklə onun qəlbində bu öyrəndikləri bir ziya, bir işıq, bir nur yaratmışdır ki, o Ramazan ayında Allahla danışmağın mənəvi ehtiyacını hiss edərək Cenab-ı Allah'ın Qur'anın tilavəti ilə, təfəkkürü ilə məşğul olmuşdur. Böyüklərimiz deyir ki, kim Allahla danışmaq istəyirsə namaz qılsın. Kim Allahın onunla danışmağını istəyirsə, o Qur'an-ı Kərim oxusun. O sanki Qur'anı oxuyanda bəlkə də Allahın onunla danışdığını hiss edir. Əhməd Ağa adında bir vəli zat olubdur. 50-ci, 60-cı
belə 40-cı illərdə Türkiyədə, Konya civarında onun qəbrini ziyarət etmək mənə qismət olubdur. O tam ümmi yazmaq, oxumaq bilməyən bir dənə şəxs oldu. Allahın vəli dostlarından, vəli zatlarından bir mübarək bir insan oldu. Amma onun evladları Quran alimləri olurlar, hafizlər, qarilər. O nəvəsinə Quran-ı Kərim oxudanda özü Quran oxumağı bilməsə də hansı yerlərdə onun nəvəsi səhv oxuyubsa, məsəl üçün hərf mədləri dartmayıbmı və yaxud da hərfləri məxrəcindən çıxartmayıbmı, o saxlayar və o yerləri düzəldərdi. Ondan soruşduqda ki, nəvəsi, dədə, sən bunları bilmirsən, Quran-ı Kərimi oxumağı bilmirsən, sən təcvid elmini bilmirsən, mən Quranı harada səhv edirəmsə, onu sən hardan hiss edirsən, bilirsən, soruşduqda o buyurub ki, sən Quran oxuduqca hərflər hamısı namazda ayaq üstə dururmuş kimi qiyamda olurlar. Və sən oxuduqca onlar hamısı Allah-u Teala'ya səcdə edirlər. Mənim gözümə elə görsənir Quran. Mən Quranı elə görürəm. Hansı yerləri səhv edirsənsə, düz oxumursansa, hərf mədləri məsəl üçün dartmırsan, hərflərin məxrəcini düz demirsən, həmin o hərflər, həmin yerlər ayaq üstə qalır və səcdə etmirlər. Mən ondan bilirəm ki, o yerləri sən düz oxumursan. Bəli, Quran-ı Kərimlə həşr, nəşr olan, onu sadəcə olaraq hərflərini yox, o sözlərin arxasındakı Allah-u Teala östürmüş istədiyi, bizim bilməyimizi istədiyi o nurlar, o mənalar, o feyzlər, İmam Malikin demiş olduğu nəqillər yox, o ziyalar, o nurlar onun qəlbinə dolanda, bəli, demək ki, o Quran insandan hərf bilməsə belə Əhməd ağa kimi və yaxud da ki, minlərlə belə misallar vardır, Həbib Əcəmidən və s. Şəxslər, Allah dostları yetişmiş olur. İmam Malik də Qur'anın belə diriliyini və belə ziyalar ötürdüyünü Allah-u Teala bu Muhammed Mustafa'ya nazil etmiş oldu sallallahu aleyhi ve sellem. Bu vəhiyləri Qur'ana bu qədər həssaslıqla yanaşan insanların qəlblərinə ilhamlar yoluyla, nurlar yoluyla ötürmüşdür. İmam-ı Zühri rəhmətullah aleyh İslam alimlərinin böyüklərindəndir. Onun barəsində də belə rəvayətlər var ki, o da Ramazan ayı gəldikdə elmi tərk eləyər, bu bir ayda orucunu tutar, qılınması lazım olan namazlar qılar, qalan vaxtını isə elmlə yox, ancaq Quran-ı Kərim oxumaqla məşğul olardı. Necə ki, o Ramazan-ı Şərif girdiyində bu ay ancaq Quran-ı Kərim oxumaq və yemək yedirmək ayıdır deyərdi. Kimlərin iftar vermək, sahur vermək gücü çatırsa, Allahın vermiş olduğu nemətləri ətrafındakı insanlarla, az təminatlı insanlarla, qohum qardaşıyla bölüşməli və qalan vaxtında Quran-ı Kərimi oxumaqla məşğul olmalıdır. Böyük İslam alimlərindən biri də İmam-ı Şafii rəhmətullah aleyh həzrətlərdir. İmam Şafii 4 məzhəb imamlarından üçüncüsü, İslam alimlərindən ən böyüyü və birinci dəfə fiqhi, hüquqi məsələləri Kitab-ül adında öz 10 tomluq kitabında bablara bölərək kitablaşdıran, onu üsuluna uyğun yazan ilk İslam alimlərindəndir, alimidir. Və böyük də evliyalardan birisi olubdur. İmam Malik'i görübdür və cavan yaşlı İmam Malik'in hədis kitabını bütün raviləri ilə bir yerdə, yəni
İmam Maliklə Peyğəmbərimiz əleyhissalam arasında məsəl üçün 2-3 ravi var. Bir hədisdir, onu İmam Malikə kimsə danışıb, o da kimdənsə eşidib, o da sahabədən Peyğəmbər 2-3 ravi var. Ravilərlə bir yerdə. O kimdir, təxəllüsü nədir, ailəsi kimdir, neçə evladı var, hansı qəbildəndir, heç yalan danışıbmı, onun barəsində ətrafdakı insanlar, onun qəbiləsi barəsində, onun yaşamış o kənd barəsində ətrafdakı insanlar nədir? Bir hədis, amma o bir hədisi ötürdükdə arxasında yüzlərlə, bəlkə minlərlə informasiya, o hədis səhihdir, doğrudur, yoxsa uydurmadır. Bunu İmam Malik yazıbdır, İmam Şafii de bunu tamam əzbərləyibdir. 5 yaşında Kur'an hafiz olubdur, 30 cür Kur'an'ı, 114 surəni, 6666 ayəni 5 yaşında əzbərləyib və İmam Malik'in de hədis kitabını döşünə götürüb əzbərləyibdir. Ta uşaqlığından ömrünün axırına qədər çox da yaşamayıb, yəni cavan yaşda da vəfat edibdir, orta yaşlarda. Böyük bir İslam dehasıdır. İmam Şafii'nin dində bu qədər əzimkar olması, dini bu qədər gözəl anlaması, onu kitablaşdırması, bu qədər canfəda xidmətləri, çünki bu imamlarımıza qədər, bunlar Peyğəmbərimizdən haradasa bir 100 yıl sonra yaşayan insanlardır. O vaxta qədər, yəni bu imamlara qədər yazılı ədəbiyyat olmuyor, şifahi ədəbiyyat olurdu. Çünki Peyğəmbəri görənləri görən böyük insanlar sağ idi və onlar şifahi olaraq İslam dinini yer üzərinə yayılaraq təbliğ ediblər. Amma artıq böyük xalqlar, qədim mədəniyyətlərə sahib olan insanlar, xalqlar, məsələn, Misir mədəniyyətinə, İran mədəniyyətinə, Yunan mədəniyyətinə vaqif olan insanlar, Bizans mədəniyyətinə malik insan, İslam dinini qəbul etdikcə onlara təzə suallar əmələ gəlirdi. Onlar bilmək istəyilən mövzular var idi. Həmişə də alim tapılmırdı yanlarında. Onun üçün də bu alimlər İmam Əbu Hənifə, İmam Malik, İmam Şafii, İmam Əhməd ibn Həmbəl və hakeza bunun kimi məzhəb imamları İslam dinini kitablaşdırdılar. Bu günləri istifadə etmiş olduğumuz əlimizdəki bütün material, dini material, onların yazmış olduğu kitabların sayəsindədir. Hətta alimlər buyururlar ki, nə qədər elmlər varsa, fiqhi elmlər varsa, onların 50%-ni, yarısını İmam Əbu Hənifə yazıbdır. Qalan 50%-ni nə qədər alimlər yazıbsa, yazıbdır və onların hər yazdığına da İmam Əbu Hənifə ortaq. Ne üçün? Mənbə, yazılı isnad İmam Əbu Hənifənin yazmış olduğu o elmlərdir. Bəs onlarda bu çalışqanlıq, bir misal vereyim, fikrim tamam aydın olsun. Mesela İmam-ı Suyuti'nin yazmış olduğu kitaplar 10 ömrüne bölündüğünde gününe 18 vərəq düşür. Bu kadar ilmi dünyanın her yerinden öğrenip, başında kompüter kimi toplayıp, onları fəsillərə bölüp ve bir adaya çekilerek bunların hamısını yazmak, kitablaşdırmaq ki, bu gün də onlardan bütün dünya istifadə edir. Buna mənəvi güc, böyük iradə, çalışqanlıq lazımdır. Bunun kimi də bu gücü, bu mənəvi əzimkarlığı özlərində tapan alimlərdən birisi İmam Şafii'dir. Bəs hardan da onda bu güc, o nur onun qəlbinə hansı səbəblərlə dolubdur? İmam Şafii rəhmətullah aleyh barəsində deyilir ki, Ramazan-ı Şərifdə namaz xaricində, namazın içində oxumuş olduğu Kur'an xaricində neçə cüz oxuyursa, nə qədər oxuyursa, ondan başqa Ramazan ayının içində, namazın xaricində 60 Kur'an xətm edib İmam Şafii rəhmətullah aleyh. Mütəmadi olarak Kur'an-ı Kerim oxumaq, onu düşünmək, onu təfəkkür etmək, onun içindeki hükümləri, onun içində olan
ümumilikdə bütün ayətlərin bir-biri ilə ola münasibətini, təmasını bilmək ancaq İmam Şafii dəhasına aid olan bir şeydir. Və Qur'anın içində oxuduğu Qur'andan, namazın içində oxuduğu Qur'andan başqa 60 Qur'an xətmini 30 gün içərisində tamamlayardı. İmam Əbu Hənifə rəhmətullah aleyhdə o da namazın içində oxuduğu Qur'andan başqa 60 dənə Qur'an xətmi Ramazan boyunca oxuyub xətm edərdi. Peyğəmbərimiz Əleyhisselatü Vesselam'dan sonra mübarək Peyğəmbərimizin Əhl-i Beyt-i Güzinindən, pak əshabından öyrənmiş olduğu elmləri sonraki nəsillər ötürən insanlara sələf deyilir. O sələflər, o mübarək insanlar, Allahın mübarək kimi, Süfyan-ı Sevri kimi, Xatəm-i Əsəm kimi, İbrahim Ədhəm kimi, Həsən-i Bəsri kimi, Allah-u Teala sirlərini təqdis etsin, himmətlər üzərimizdə daim olsun. Onlar üçün deyirlər ki, bu sələflərin bəziləri təravihdə 3 gecədə bir, bəziləri də 7 gecədə bir Qur'an xətmi edərdilər. Namazın içində təravih qılardılar və təravihin içərisində 3 gecədə bir Qur'an xətmi və 7 gecə bir Qur'an xətmi namazın içində oxuyardılar əzbərə. Əbdülrəzzaq rəhmətullah aleyhin nəqlinə görə Ramazan-ı Şərif girdiyində Süfyan-ı Sevri rəhmətullah aleyh bütün nafilə ibadətləri buraxar, tərk eləyər. Əvvabin, zuha, kuşluq, işraq və hakəzə çox sayda nafilə namazlar vardır. Bu namazları tərk eləyər. Nə ilə məşğul olardı? Qur'an-ı Kərimin tilabəti ilə məşğul olardı. Düşünün ki, onlar Qur'anı sadəcə belə oxumaqla keçirmirlər. Onları, yəni Qur'an-ı Kərim oxuduqca Allahın vermiş olduğu mesajları onlar qəlblərlə hiss ediblər. Onlar feyzlərlə bərəkətləniblər. Onun üçün də onlar Qur'an-ı Kərimi oxumağa çox həvəsli olublar. Bəli, indi biz Qur'an hafizləri deyilik, axır zamanın günahkar ümmətləriyik. Allah-u Teala xətalarımızı, günahlarımızı əfv eləsin, həvəsimizi daha da artırsın. Biz neyi biliriksə onları eləyəcək, əldən qoymayacaq. Çünki Peyğəmbərimiz Əleyhisselamın hədis şərifi vardır. Hədis şərifində buyurur ki, səhabələrinə, siz mənim sizə öyrətdiyimdən ondan birisini etməsəniz həlak olarsınız. Amma axır zamanda gələcək mənim ümmətlərim sizin bildiklərinizi, mənim sizə öyrətdiklərimin ondan birini etsələr nicat tapacaqlar. Allah-u Teala bizə güc qüvvət versin. Nə bilir Qur'an-ı Kərimdən? Qur'an-ı Kərimin üzündən oxumağı bilən oxusun. Fatihə surəsini dəfələrlə təkrar edək. Ayət-əl Kürsi, İxlas surə-i şərifəsi, Fələq, Nas və hakəza nə biliriksə Qur'an-ı Kərimdən onları oxuyaq. Amma bizim millətimizin də xüsusən meyl etmiş olduğu istəyir ölü diri işlərində hər yerdə dəfələr oxumuş və sevə-sevə də qulaq asdıqları surələrdən birisi Yasin surəsidir. Bu barədə Peyğəmbərimiz Əleyhisselamın hədis şərifi vardır. Buyurur ki, hər kim Ramazan şərif ayının hər cüməsində və ən azından hər günündə olsun, amma hər cüməsində heç olmasa Yasin surəsini oxumağa davam edərsə bir şəxs, Allah Əzzə və Cəllə Həzrətləri onu iman geyimi ilə, qiyafəsi ilə geyindirər və vüqar tacını da başına qoyar. Cənnət paltarları geyindirər. İman paltarı və vüqar tacı ona geyindirər. Yenə hədisin davamında buyurur ki, şahidlərin huzurunda məhşər günü bir münadi. Şahidlər kimdir? Şahidlər
o deyiləcək sözü eşidəcək və o sözə şahidlik edəcək insanlardan, mələklərdən bir topluluq. Deyər ki, bax bu adam Allah-u Teala'nın bu cümə günü Yasin Şərif oxuyan adam. Allah-u Teala'nın sən Ramazan-ı Şərif ayında Yasin surəsini oxumana qarşılıq verilən savabdır. Şahid olun. Bu savab neyin səbəbi ilədir? Ramazan ayında cümə günləri Yasin Şərif oxunması səbəbi ilədir. Bunu elan eləyər. Bunu məhşər xalqına, qiyamət xalqına xəbər verər. Bu da Peyğəmbərimiz əleyhissalam bizə xəbər verirdi ki, bunun qədrini, qiymətini bilək. Çünki bizim içimizdə bir qədər yaxşı tanınmaq həvəsimiz var. O da təbiidir. Kim istəyər ki, onu nalayiq bir insan kimi tanısınlar. Amma bir insan qiyamət günündə yaxşı olaraq tanınmaq istəyirsə, o fürsətlərdən birisi Ramazan ayında Yasin Şərif oxumaqdır. Xüsusən də hədisdə bildirilən kimi cümə günü və səhər. Haqq Teala Həzrətləri bizləri Qur'an-ı Kərimi sevməyi, onunla məşğul olmağı, oxumağı və ondakı feyzləri, bərəkətləri qəlbimizə axıtmağı və Qur'an-ı Kərimlə həşr nəşr dost olmağı və qəlbimizdə Qur'anı hiss etməyi və ona uyğun olaraq da sevə-sevə, gözəlcə əməl etməyi və Allah-u Teala'nın sevmiş olduğu dostlarından biri olmağı cümləmizə nəsib və müyəssər etsin. Özümüz əməl etdiyimiz kimi ailə əfradımıza da, ətrafımızdakı insanlara da Qur'an-ı Kərimin mahiyyətini Allah-u Teala onun vasitəsilə bizlərə ötürmüş olduğu nəhiyləri və əmirləri dəvət və təbliğ etməyi cümləmizə nəsib və müyəssər etsin. Ramazan ayınız mübarək olsun.